40.000 dollara 10.000 yürüyüşü olan 530 yenin sahibi artıq sevinə bilər. Çünki maşını Abşeron portdadır və təhvil veririk. Maşınınız udarsızdır, rəngsizdir, heç bir problemi yoxdur. Tam M-Sportdur, full komplektasiyadır. Gəlin daha dərindən maşınla tanış olaq. Bu gördüyünüz Zontik də maşın içində gəlir. Bu bilirsiniz nədir? Bu o deməkdir ki, hacı müştərilərin qayğısında qalır. Yəni bundan alır maşın içinə qoyur ki, 3 ay maşın konteynerdə gələndə nəmişlik yığışmasın maşın içinə və gördüyünüz kimi bu nəmişlik olur belə su ki, buradadır. Üstəlik aldığımız maşın müştəri üçün motorxanası bax görürsüz ki, hansı vəziyyətdədir. Elə bir ki, indi bu dəqiqə servisdən, yəni pro servisdən çıxıb maşın tam ideal vəziyyətdədir. Lazer faralar, 360 dərəcə kamerası var. Sükan qızdırıcı, oturacaqların qızdırıcısı və soyuducusu, üstəlik wireless charging, barmaq jesti də var burada. Yəni barmaq jesti ilə də mahnıları falan dəyişə bilərsiniz. Və maşınımız tam full komplektasiyadır. Salonda, interyerdə gördüyünüz kimi heç bir yırtığı, cızığı falan heç bir şey yoxdur. Ayaq jesti ilə maşının yük hissəsi açılır və bizim dürüstlüyümüz burada sizə göstərə bilərəm. Avtomobil içində gördüyünüz bahalı bir Zontikimiz var, BMW-yə məxsusdur və həmçinin burada şarj adaptörümüz də var. Bu da maşının üstündədir. Yəni bilirsiniz ki, bu çox bahalıdır, qiyməti bahadır. Yəni əgərləri pis niyyətdə olsaq bunları götürərdik maşın içindən. Bizə ehtiyac yoxdur. Bizə bir dənə bu lazımdır ki, avtomobilin sahibinin üzü gülsün. Biz onunla çox xoşbəxt oluruq. Bu da avtomobilimizin açarıdır ki, bu açarın orijinalı bilirsiniz ki, qiyməti nə qədərdir. Siz əgər bir orijinal maşın sahibi olmaq istəyirsiniz, uyğun qiymətə Ağdam Trade'ə müraciət edə bilərsiniz. Bu alınan maşın isə Koreyanın BMW Centerindən alınıb.